Əliyevlə Paşinyan anlaşdı. Naxçıvan blokadadan çıxır. İki tərəfli görüşün bəzi detallarını noyabrın 14-də baş naziri Paşinyan açıqlayıb. Deyib ki, oktyabrın 2-də Kopenhagendə görüşəndə Tramp marşrutu layihəsinə hardan başlamağı müzakirə ediblər və razılaşıblar ki, ən tez edilə biləcək element elektrik ötürücü xətləri ilə qaz kəmərlərinin tikintisidir. Paşinyan bunun hələ ki ilkin müzakirə olduğunu deyib. Məsələ ilə bağlı detallar bəlli deyil. İqtisadçı Xalid Kərimli deyir ki, Tramp marşrutunun təkcə yük daşımaları deyil, həm də enerji koridoru kimi də formalaşması mümkündür. Beləcə, Azərbaycan enerjisini Avropaya çıxarar, Naxçıvan da blokadadan çıxar. İmkan verəcək ki, Azərbaycan Türkiyə üzərindən Avropaya da elektrik enerjisi satmaq imkanına malik olsun. Bunun Naxçıvanın inkişaf planında da nəzərdə tutulur. Həm elektrik enerjisinin, həm də qazın Naxçıvana birbaşa ötürülməsi ölkəmizin Naxçıvanı enerji təminatında xərclərini əhəmiyyətli azaldacaq. Təbii ki, burada Ermənistan bazarına da elektrik enerjisinin, qazın satılması da yeni müştərimizin formalaşmasına gətirib çıxaracaq. Hazırda Naxçıvana qaz swap müqaviləsi ilə İrandan çatır. Yəni, İran cılpasından qaz Naxçıvana, Azərbaycandan da ona bərabər həcmdə qaz Astara vasitəsilə İrana ötürülür. Elektrik enerjisini isə Naxçıvan özü istehsal eləməklə yanaşı İrandan da alır. Ermənistan isə qazı əsasən Rusiyadan alır. Eurasia Network saytı yazır ki, son aylar Rusiya 3 dəfə təmir adı ilə Ermənistana gedən qazı bağlayıb. Sayt bunu Kremlin Yerevana təzyiq vasitəsi olduğunu deyir. Yerevanda ekspertlər daha əvvəlki açıqlamalarında Azərbaycanla enerji əlaqələrinin Ermənistanı Rusiya asıllığından da xilas eləyəcəyini deyiblər. Bakıda Xalid Kərimli isə bu əməkdaşlığın hər iki tərəfə faydalı olduğunu düşünür. Tramp yolu Azərbaycanı Ermənistandan keçərək Naxçıvan eksklavı ilə birləşdirəcək marşrutdur. Bu yolun tikintisi qərarına avqustun 8-də Vaşinqtonda gəlinib. Ermənistan hökuməti deyir, ABŞ-ın nəzarəti altında gerçəkləşəcək layihə region daxili kommunikasiyanı genişləndirəcək, Azərbaycan üzərindən tranzit imkanları vasitəsilə Ermənistana iqtisadi faydalar gətirəcək.